Rusiyanın heç bir hərəkətinin məqsədsiz olduğunu düşünmürəm. Rusiya ətrafındakı bütün ölkələrə gözdağı vermək istəyir. İndi məsələn bir fakt gətirim. Bu saat Rusiyada çox böyük benzin, kerosin və digər yanacaq məhsullarının qıtlığıdır. Bəli. Qonşulardan bunu istəyir. Məsələn, Qazaxıstandan 60 ton benzin istədi. Qazaxıstan bu 60 ton benzini verməkdən imtina etdi. Onu da deyim ki, bizə də benzin istəyibdi, bizə də müraciət edibdi. İlham Əliyev cənabları onu elə qapıdan qaytarıbdı. Bu saat Rusiyanın bütün yerlərində həddindən artıq yanacaq qıtlığı hiss edilir. Hətta taxıl yetişibdir. Taxılı yetişib, taxılı biçmək üçün kombaynlara tökməyə dizel yanacağı yoxdur. Taxıl yetişib, özdə yaxşı taxıl məhsulu var. Amma biçilməmiş qalır. Yağış yağır, onu çürüdür. Ondan sonra qarğıdalı yetişibdir, qarğıdalını biçməyə texnika üçün dizel yoxdur. Dizel yoxdur. Mən hələ vətəndaşların, o nazlı, qozlu vətəndaşların bəs biz bu il istirahətə hara gedəcəyik, maşına benzin yoxsa, maşınsız hara getmək olar və s. bu kimi belə iddialar irəli sürürlər. Hətta bəziləri televiziyaya çox sözün həqqi mənasında biraz da tərbiyəsiz və təhqiramiz ifadələr işlədirlər. Putin, sən artıq bu ölkənin ayağında bir zəncirə çevrilirsən. Putin, çıx, get. Sən öz potensialını tamamilə tükəndiribsən. Çıx, get, qoy ölkəni ağıllı bir adam gəlsin və ölkəni idarə edəsin, həm də atəşkəs elan olursan. İndi siz atəşkəsdən danışarkən birinci Krımdan danışdınız və Krımın vəziyyətini deyirdiniz. Krımda vəziyyət belədir. Krımda bütün logistika qovşaqlarının hamısı vurulub dağıdılıbdır. Əsas o Krımın əsas körpüsü var, Putinin qüruru deyirlər. Krım körpüsü. Krım körpüsü. O körpünün 10 daşıyıcı dayağı vurulub partladıbdır. O yana əyilibdir. Üstəlik də həm 10 metrdən bir Amerikanın verdiyi dərininə işləyən aviasiya bombaları hər 10 metrdən bir oradakı şose yolunu bombalayıb və onu darmadağın edibdir. Sonra partizanlar və yaxud da ki, diversant qrupları yenə də hər 10 metrdən bir dəmir yol xəttini kəsib, 1 metr kəsib götürüblər və yaxud dənizə atıblar. Beləliklə, dəmir yolu xətti də sıradan çıxıbdır. Daha sonra bunlar əhalini daşımaq üçün və yaxud da ki, əhaliyə ərzaq daşımaq üçün parondan istifadə etməyə qərar alıblar. Paron Sevastopoldadır. 3 paronu var. Birinci paronu yükləyib yola düşməyə hazırlaşarkən, əlbəttə ki, məlumat dərhal Ukraynaya çatıb, Ukraynanın dronları o birinci dronu heç yerindən 10 metr tərpənməmiş vurub sıradan çıxardıbdır. Ruslar bundan sonra daha 2 dronun vurulmasını istəməyərək onunla daşımaqdan imtina ediblər. Sonra Dunay çayının üstündə işğal edilmiş ərazilərlə Rusiya torpaqları arasında bir köhnə 37-ci ildə tikilmiş bir sınıq salxaq körpü var. Bu körpü ilə yük maşınları keçə bilirmiş. Bunu görən kimi dərhal həmin körpünü də vurub sıradan çıxardıblar. İndi bütün bu logistik əlaqələri vurub sıradan çıxardıqdan sonra Zelenski əmr veribdi. Uzağı 30 günə
Kırım tamamilə düşmən qüvvələrindən təmizlənməlidir. Bir yerli ahali var, vaxtilə orada yaşayıbdır, neyniyib. Amma onların içində çoxlu satqınlar var, kallabaranistlər. Onlar bu işğalçı qüvvələrlə əməkdaşlıq eləyib, polisaylıq eləyib, ondan sonrasına əhalinin tutalım ki, Ukraynaya rəğbət bəsləyənləri haqqında məlumatlar verib və s. Bunları tutublar, incidiblər, həbsxanaya atıblar və s. Bu adamların da hamısı diqqət mərkəzindədir. İndi təmizlənməlidir deyəndə, əvvəla birincisi adamlardan soruşacaqlar, soruşurlar. Sən Feodesiya Rusiyaya aid quru hissədir, Krıma yaxındır. Feodesiya vasitəsilə Rusiyaya getmək istəyirsən, o da deyir, mənə nəqliyyat lazımdır. Bəzilərinə nəqliyyat görürlər ki, qadındır, uşaqdır və s. Onlara nəqliyyat vasitəsi düzəldirlər, aparıb yaxınlıqda sağlırlar. Bəzilərinə də deyirlər ki, bizim ona imkanımız yoxdur. Gedib canınızı xilas eləmək istəyirsiniz, gedin. Rusiyanın orada bir dənə böyük diviziyası var. O diviziya Abxaziyaya qədər belə yerləşibdir. O diviziyanı Rusiya istəyir ki, təyyarələr vasitəsilə onları oradan çıxartsın. Amma ondan qorxur ki, təyyarələri Ukraynanın dronları vurub sıradan çıxaracaq. Əskərlərin hərəsi bir yana dağılıbdır. Çox nizamsız, intizamsız, komandanlığa tabi olmayan, fərariliyə meyilli olan, üzü Feodesiyaya tərəf qaçan əskərlərlə doludur. Yol, iz, belə başı pozuq əskərlər dəstəsi ilə doludur. Əhali də həmçinin. Əhalinin içərisində uşaqları olan, ağlayan uşaqları görəndə adamın asılıyım ki, ürəyi parçalanır. Beləliklə, mən heç şübhə eləmirəm ki, yaxın 15-20 gün ərzində Krım bütünlüklə təmizlənəcək. Yəni, Ukraynanın nəzarətinə keçəcək deyirsiniz. Artıq indi Rusiya ilə onun heç bir əlaqəsi yoxdur. Krım artıq Rusiyanındır. Oradakı əhali tamamilə bir qismi Rusiyaya getmək istəyir. Əskərlər sözsüz ki, Rusiyaya aparılmaq istəyir. Yerdə qalan əlbəttə ki, Rusiyanındır. Mustafa Cəmilov, Tatar Xalq Hərəkatının başçısı. Mustafa Cəmilov Kiyevdə artıq özünün hökumətini, Muxtar Respublikanın hökumətini formalaşdırıb. Biz ora təmizləndikdən sonra Mustafa Cəmilov, indiki o Aksiyonov var, o oturur. Onun yerində gəlib oturacaq, qabaqdan da Krım Abkomunun birinci... Yaxşı, bax, Ukraynanın keçmiş Xarici İşlər Nazirinin açıqlaması maraq doğurur. Əgər doğrudan da Krım Rusiyanın nəzarətindən çıxarsa, o zaman doğrudanmı yaxın ətrafı Putini devirə bilər və yaxud Putinə sui-qəsd məsələsindən danışıldı. Doğrudur, bu bir fikrin, bir insanın fikirləridir. Hərə bir cür düşünə bilərsiniz, fərqli düşünə bilərsiniz. O Qrızko başqa cür düşünə bilər, mən başqa cür düşünə bilərəm. Amma sizin mövqeyiniz hər halda mənə maraqlıdır ki, yəni Krım, belə deyək də, yəni Krımı itirəndən sonra adama deyərlər ki, sən bu boyda müharibəni nəyə görə aparırdın? Yəni Krım əsas məsələ açardı da, yəni bu məsələdə açar rolunu oynayan bir yerdir, Qara dənizə çıxışdır. Bunu itirsə doğrudan da Putin hakimiyyətini nə gözləyir sizcə? Krımı itirsə, üstəlik də Ukrayna qoşunları Donetskə doğru yaxınlaşmaqdadır. Cəbhədə Ukrayna qoşunlarının çox böyük uğurları olacaq. Krımın itirilməsi isə Putinin hakimiyyət dayaqlarının tamamilə sarsılmasından ibarət olacaq. O zaman ya Putin qaça bilər və yaxud da ki, hara qaçacaq onu mən çətin təsəvvür edirəm və yaxud da ki, Putini tutub Haqa məhkəməsinə verə bilərlər. Onsuz da onun Haqa məhkəməsi həbs edilməsi haqqında order çıxardıbdır.
Yəni Putinin vəziyyəti həddindən artıq ağırdır. Həddindən artıq ağırdır. Heç o adicə hərbi səfərlik haqqında əmr verə bilmir. Hara versin bu əmri? Hara toplasın? Kim gələcək? Kim bunları, necə deyərlər, təlim keçib döyüşə hazırlayacaq? Hamı bir ağızdan, mən Amerika hərbi ekspertlərinin, ondan sonrasına siyasi ekspertlərinin şərhlərini dinləyirəm. Onlar deyir ki, artıq hadisələr finala doğru yaxınlaşmaqdadır. Artıq Putinin sonudur. Artıq Rusiyanın sonudur. Bəziləri isə hətta belə deyir. Rusiyanın sonudur deyəndə biz onu da nəzərdə tuturuq ki, Rusiya çoxmillətli ölkədir. Bu çoxmillətli ölkədə ayrı-ayrı millət və xalqların müstəqillik uğrunda hərəkatı Xışlaya bilər. aşıb daşacaq. Yəni Rusiya parçalanacaq. Rusiyanın parçalanması haqqında hər 100 ekspertinin 99-u rəy verir. Rusiya adlı dövlət əvvəlki Rusiya, əvvəldə hər yerə əlini uzadan, hər yerə əli çatan, ondan sonra hamını təhdid edən Rusiya qalmayacaq. Rusiya bir əyalət dövlətinə çevriləcək.